yavaş yavaş her şey aydınlaşır. Bu gədənin nəsə bir fırıldağı var. Zırrama. Ne varsan sen? Yoxluyuram da dayı. Bura ver. Bu senden öteri oyuncak değil abala. Yoxluyur. Ne olub dayı, bir keyfsiz. Ne ya? Bu keyf de keyfiniz yoktu. Sen nereden bildin ben bir kefe? Onu bilməyə nə var? Mən insanın üzünə baxan kimi onun ürəyini oxumağı bacarırım. Psixoloqam axı. Nəsə? Psixoloq. Mənim qızım da həkimdir. İşləmir. Soruşmaq ayıb olmasın abala. Bəli dayı. Buralarda nə gəzirsən? Düzü buralarda olmamışam. Dedim bir buralarda görüm, gəzim, baxım. Yaxşı eləyibsən. Evlisən, subay? Yox, hələ subayam. Dədən nənən var mı abala? Atam vəfat eləyib. Allah o dünyasını versin abala. Allah sizin ölənlərinizə də rəhmət eləsin. Anan necə, dururmu? Durur, özdə necə durur. Müəllimədir. Allah canını sağ eləsin. Allah sizin də canınızı sağ eləsin. Dayı, bir söz soruşsam inciməzsiz. Abala, baxır o sözə də, nə? Bax, indi mən sizin üzünüzə baxıram. Bax, görürəm ki, sizin oğlunuz yoxdur. Sən məni yəqin tanıyırsan. And olsun sizi, məni yaradana, and olsun atamın goruna, and olsun anamın o duran canına, mən sizi tanımıram. Yaxşı, and düşmə, inandım abala, inandım. Onu da deyim ki, dayı, aman zaman bircə övladımız var. Sən psixoloqsan, ya falçı? Düz deyirsən abala. Bircə qızım var. Amma məndən sizə məsləhət, dayıcan. Evdəki söz-söhbətə görə heç vaxt ürəyinizi sıxmayın. Özünüz məndən yaxşı bilirsiniz. Bu arvadların dili biraz uzun, biraz da tikanlı olur. Abala, sən hardan bilirsən ki, bizim evdə söz-söhbət olub, Bunu bilməyə nə var ki? Sizin kimi dərdi ürəyində gəzdirən müqəddəs insanların ürəyinə yalnız yaxınları zədə vura bilər. Abala, mən səndən yavaş-yavaş qorxmağa başlayıram. Sən adamın içalatını da görürsən. Siz məndən qorxmayın dayı. Dərdinizi mənə deyin. İnsan ürəyini boşaltmasa, yüngüləşə bilməz. Allahın kitabında da yazılıb ki, insan gərək dərdini də, sevincini də bəndələri ilə bölüşdürsün. Valla dərdim deyəndə ki, bir elə dərdim yoxdur. Evdə biraz arvadla dilləşmişəm. Yox, səməni pis arvad deyil, intihası. Hərdən bir sancmağı var. Dayı, bu sancmaq məhəbbətdəndir, fikir verməyin. Ay sən. Abala, mən biraz köfçüyəm. Ovçuyam axı. Ovçular həmişə elə biraz köfçü olarlar. Səməni son vaxtlar inanmağa başlayıb ki, mənim Bakıda güya ailəm var. Demişəm, ona gərək bir tobalatma verəm mən. Sizin kimi müqəddəs, sizin kimi namuslu, təmiz insana mən birinci dəfədir rast gəldim. Sağ ol abla, sağ ol. Kaş sizin kimi atam olaydı. Abla, kaş mənim də sənin kimi dilli dilavər bir oğlum olaydı. Sizin oğlunuz yox, mənim də atam. Elədir. Götürün məni oğulluğa. Yaxşı, sən boyda da oğulluq olarma bala. Yenə çıqqılı olsaydın dərd yarıydı. Bəri bax, abala. Beynimə bir fikir gəlib axı. Gəlsənə səni aparım bizə. Səməniyə deyim ki,
oğlumdur. Ha? Bir yaxşı zarafat eləyəsən mənə ilə. Vallahi ne diyeyim, yaxşı olmaz Hə, niyə yaxşı olmur? Odam öldürmürük, oğurluq eləmirik, yol kəsmirik. Zarafatdır da səməni ilə bir yaxşı zarafat eləyərik. Onsuz da bekar avar adamsan. Qalarsan bizdə bir iki gün yeyib içərsən, keyfə baxarsan, hə? Düzü, mehmanxanada vəziyyət çox pisdir. Ha, lap yaxşı, lap yaxşı. Gedək bizə, oradan alırız, bir də səməni ilə yaxşı bir zarafat eləyək. Getməyinə gerək, amma mən sizlə tanış deyiləm, ağa, sizin adınız nədir? Mənim adım Seyfi Məmməd Hüseynoğlu. Seyfi Məmməd Hüseynoğlu. Seyfi Məmməd Hüseynoğlu. Sənin adın nədir? Mənim də adım Fəğandır. Hə, Fağan. Fəğan, Hə də, mən də Fağan deyirəm də bala. Yaxşı, bəs anamızın adı nə olur? Hə, mənim anamın rəhmətliyin adı Tükəzban idi. Amma Məşəd Tükəzban deyərdilər. Hə, Allah rəhmət eləsin. Mən sizin ananızı demirəm, mənim anamın, yəni sizin... Bu bəri bax, sən öz ananın adı nədir, bala? Anamın adı Qumru. Qumru ilə yaxşı addır da. Yaxşı addır. Qoy olsun Qumru da, nə? Nə deyirəm, qoy olsun Qumru. Qumru. Lap yaxşı. Oğlum, gəl səni bir doyunca öpüm, Ata, ağır ki səni tapdım. Kəndə silahlı baskın gözlənilir. Ah Seyfi, Seyfi, mən səndən nahaq şübhələnmirdim. Demək bu səydəşkədə sənin madarın. Eləmi? Elədir sənə. Mən sağ hər şeyi yerli yataqlı danışdım da, cavanlıqda kim səhv eləmir. Neynək belə xoş gəlib, səfa gətirib. Buralar da ona peşkəş. Sağ ol anacan, sağ ol. Canımız da bu qədəyə qurbandır, canımız da. Allah canınıza dəyməsin anacan. Anacana zada bax, Sənin anacanın Allah bilir Bakıda indi hansı bankamatın qabağında o çertə durub. Dədən dürüst məlum deyil, yəqin anan da fikrimlidir. Mən elə belə də gözləyirdim. Sizin həyəcanınız təbiidir. Düzü mən gəlmək istəmirdim. Amma atama olan məhəbbətim məni bura gətirdi. Sənə qurban olum ata! Seyfi! Biz yıxılıb ölsək belə ağlamazsan, Ömür billah sənin gözündə yaş olmayıb. İndi hardan çıxdı bu yaş? Ağlama ata. Mənə də kövrətmə. Kövrə ürəyinə aman qurban. Aman qurban. Adamın mənə verdiyi şəkildə çox gözəlsən. Kim səni bu hala salıb? Niyə özünə baxmırsan? Bu nə bığlardır? Ay oğul, deyirsən o cavanlıq şikirim durur, Durur, hə? Anam onu həmişə sinəsinin üstündə gəzdirir. Sən Allah, Heç yatanda da çıxartmır. sən Allah. Heç çiməndə də. Abala, anan heç məni yadına salır mı? Əlbəttə ata. Həmişə. Sən Allah. Həm səhər, həm də axşam. Nə deyir ay oğul? Deyir, onu görün, parça tiki olsun. Onun görün başına daş düşsün. Ay onun dilinə qurban olur. Of! Mən niyə qarış edir, o qumru? Atacan, qarmış eləməyib neynəsin bəs, yazıq. Onun ciyər parasını yetim qoymusan. Özü heyva kimi saralıb solur. Qarqaması neynəsin. Abala, onda cavan idim. Ağlım yox idi. Güya ki indi ağıllaşıb daşır. Ay oğul, vallahi dilim də gəlmir soruşmağa. Anam məndən sonra ərə gedibmi? Getməz. Birinə getmişdi. Hə, özü də yaxşı çalıb oxuyurdu. Özün bilirsən də.
anamın çalıb oxumaqdan çox xoşu gəlir. Eyvallah. Yadımdadır. O kadar oynatmışam o ananı. Amma zalim oğlu gecələr də çalıb oxuyurdu. Ona görə də qonşular təngə gəldilər. Anam da sonra onu qovdu. Şükür elə ki, anan nağara çalana ərə getməyib. Sonra bir mollaya ərə getdi. Düzdür, belə yalancı mollaydı, amma yaxşı qazanırdı. Onu da Allah Teala bizə çox gördü. Öldü mü bir nəva? Yox, ölmədi. Sadəcə olaraq bir yasıya da getmişdi. Orada mərhumun bir cavan, qəşəng arvadı var idi, ona gözü düşmüşdü. Elə evi də, eşiyi də yaxşı idi, elə orada qaldı. Safsız kişilər, anana belə zülm ediblər, sən öl. Kişi sarıdan anamın bəxti gətirmədi. Sonra bir gün gəldi, dedi ki, bir tramvay sürənə vurulmuşam. Düzdür, biraz qocadır, pensionerdir. Amma neyniyim, ərdi də. Amma hər gün qışqır bağır vardı evdə gecələr. Anam nəsə hiçdi deyirdi. Bu da yazıq deyirdi ki, neyniyim, bacardığım budur da. Arvadda tamaxa bax, bəs biz nə qayraq? Nə verirlər, deyirib buna da min şükür. O da qaçandan sonra anam çox xiffət eləyirdi, atacan. Elə hey sənin şəkilvə baxırdı. Axırda məni yanına çağırıb dedi ki, oğul bala, daha böyümüsən. Səndən açıq danışmaq istəyirəm. Deyirdi, mən nə vaxtacaq dul qalmalıyam. Bəsdə ürəyimi yerindən çıxartmamalıdır. Ay, oğlan. Aman o kişiləri bir dəyişəndə də Seyfinin şikli sinəsində olurdu. Əlbəttə, həmişə. Mənim anam ilk məhəbbətinə sadiq qadındır. Seyfinin çörək. Zamananın üzü qara olsun. Onda Qumru'nun ne yaşı vardı ki? Oğlan, bəs sən necə bildin? Nə tər bildin ki, bu bifər, bax bu bifər dədən sağdır, hardadır? Anam bu yaxınlarda açdı mənə bu sirri. Dedi ki, atan filan kəsdir, filan yerdə yaşayır. Mən də ki... Deməli, əməl elə sənin özündən keçib Seyfi. Səni televizorda göstərmirlər, radioda danışdırmırlar, şəkillərini qəzetlərdə vermirlər. Ekstremist deyilsən, deputat deyilsən, artist deyilsən ki, səni tanıyarlar. Bəs o yumrudur, hardan bildi ki, sən bu vaxtacan ölməmisən? Oy, mən niyə ölməliyəm, Aysə məni? Səni görüm elə dərdə düşəsən, belə dərdinə dərman tapılmaya. Səni parça olursan Seyfi, parça. Səməni, dilini dinməz qay, Səməni. Canının sulu vaxtında Bakıda bir lotu ləkərlə hingilləşmisən, indi bir din də var üstümə xoruzlanırsan. Anacan, lotu nədir? Hingirləşmək nədir? Sən öləsən, bir də mana anacan desən. Bax bu biləyimin. Nə, Səməni? Bura bax tez ol. Bu əskiyə dönmüş dədəni də götür. İkiniz itilin buradan, rədd olun. İndi bunu it atsan it də yeməz. Bura bax, danışığına fikir ver. Heç bilirsən sənə nə edirəm? Buna bax. Mana bundan artıq nağaylasın. Nağaylasan. Ay ermən. Erməni? Erməni? Mən Məhəmməd Hüseynoğlu Seyfi Erməni? Sənin də... Belə ermənisən, özü də Bayevikindən. Bəlkə mən partlayayım, hə? Ata, qan tökümə. Bırax məni! Bırax bunun nəs? I am Maras, yani Sara. Sən də vızqıt buradan. Vızgıt, yani dızgırıf. Vay, başı, siz niye böyle qəzəblənmişsiniz? Bunu yenə kimi itə döndərib. Ne oldu bay qız? Nə olacaq? Bu yes ölmüşün, yetimi tapılıbdan, ha? İndiyəcən öldü qaldısı bilinmirdi, bugün xotduyub. Vay, ay, xoş gəlmirsən. Səfa gətirmişsən, avvala həlbəşə sən gələsən. Qardaş oğlu, mən bu evə bağlı adamam.
Yəni hər gün bura gəlib baş çəkməsəm bağrım çatlayar. Elə qızlarımız da uşaqlıqdan dostdular. İntihası Çiçək burada Baraman məntəqəsində işləyir, həm də qiyabıda oxuyur. O da qaqqıldaşa gəlin. Gəlin. Şamınız xeyir. Hükmə bala, dədənin madarıdır. Hə? Kimdir? Bala, o vaxtlar dədəm Bakıda işləyəndə neft mədənlərində düzəldib bunu. Kaş daş düşəydi onun. Bura fəhləliyə getmişdi, yoxsa kef eləməyə. Bunu gör aparsın. Nə danışırsınız? Bu nə söhbətdir? Ata, Elədi bala, elədi. O vaxtları mən neft mədənlərində işləyəndə bunu istehsal eləmişəm. Sənin qardaşındır. Ay hına! Su gətir onu. İlahi, bu mənim bacımdır. Bu dədəndirsə demək o da bacındır da. Anadan ayrı. oğlan mənim qardaşımdır. Bala, bu sənin dədəndə. O da sənin qardaşındır da. Belə anadan ayrı. İlahi, mənim nə gözəl bacım var. Nə gözəl bacım var mənim. İlahi. Bırak uşaq, sen doğanı ciğer püskün. Qoyma. Kolu, bala. Anne, Bırak. İlahi. Neçə ildir üzdəsizəm bacımın. Zamanında. Bu ayrılıklar bir şey. zırlama bir Gel bak. Ne varsa ha bir daha. Çekil göre. Zırlama ne varsa ha bu. Bu nedir? Ha? Şiş. Bir tane göreten ha? Ne varsın? Bu kimdi? Kırsak kız köpeğin oğlu. Bu kimdi Bırak ha? uşaqdan. Bu kızın qağası da təzə tapılıb. Gitmişti. Hə. Kardeş de başını çırmaklaya öper. Bunda hiç kardeş sıfatı var. Seni niye ağrıdır? Gəldaf senin kəbinini arvadın deyil ha. Senden kurtarmışıq. Elə ben de ondan ötürü gelmişim. Bilirsiniz lan ha. Ma cinli may değiller. Ben cinlenmeyeyim lan. Ben cinlendim. Çağırdı. Sen deli cinli şeytanın elinde kalmışıq ha. Ben bu harfi yerde koymayacağım. Koymayacağım bu harfi yerde. Kaytarsınlar. Kaytar borcumu. Amail, biz senden hava borc almışık abala. Elə mi? Adınızı da bilmirəm. Elə bilirsiniz elə nişan yüzüğünü qaytarmaqla her şey kurtardı. Mustafa. Mustafa kimdə? Sözünün Mustafa'sını de. Deyəcəm saat. 3 dəfə. Qəşəng böyük aşıqlı zatlı qonaqlı vermişəm. Vermişəm. Sonra 2000 dolardan artıq xərcim çıxıb. Danışın da çıxıb. Sonra xonca, palpüs yanında nə qədər aynı gətirmişəm. Üstündə kursuvalı kombinasiya, sonra ipək qıyqaç, ondan sonra fransız qudduq gətirmişəm, qaytarasınız. Hamısını qaytarasınız. Halal ol. Burada bazar açmaq kişilikdən deyil. Hemen ölüm gör kişilikten kim danışır. Hiç olmazsa sen kişilikten danışma. Buna bak Gagulya. Kişi benim bildiğin. Sen kişi olanda kişili moddan düşəcək inşallah. Hayf burada kız uşaqlar var. Yoksa elə söğüşlər söyərdim. 7 qatından geçer. Bura bax, Mayıl. O söğüşü nətər söyürsən, bir söy görüm. Deyənlərə sen de övrəsən dayı. Bura bax, ay bırat. Sən mənim atamı, anamı kimsəsiz görmüsən. Onların üstünə gəlmişsən. Bilmirəm, niye qaytarsınlar? Qaytaracağım. Mən qaytaracağım özü artıqlaması ilə. Sen kimsən? Abala, senin gelip indi burada bizle haqq hesab çəkməyə yaxşı deyil axı. Git ata-ananı göndər gəlsinlər, oturaq, danışaq, söhbətləşək, görək kim kimə borcludur. Eğer bizim borcumuz olarsa neynək qaytararıq. Yaxşı, nə olar? Mən gedirəm. Saat qağamla mamam gələcəklər bura. Nə vermişəmsə hamısını qaytarasınız. Laf ya. Mayıl. Bu soğuğu da götür. Bir qəpiyimdən, bir dənə veşimdən keçəsin öyle. Nə oldu? Əsəbləşmə. Yaran ağrıtdı. Nə yara? Döşümün üstündəki çapığı deyirəm də ata. Bu məni dəli eləyəcək bu gedə.
Abala sen hardan bildin ki benim döşümün üstünde çapık var? Anam danışıb da, cavan vaxtı ova gedəndə 3 gün yarğanda qalmısan. Kaş elə yarğanda öləydi. Dayan görüm bu Bakıya gitmemişten olmuştu yoksa ondan evvel? Özdə anamın o çapıqdan çox xoşu gələrdi. Deyir, hər gecə onu sığallayardım, tumarlayardım, öpərdim. Ya, mənə də göstərdi o yaranı. O çapıq ata, nə olur? Yaxşı, yaxşı. O yana dur, o yana dur. Seyfi, göstər. Madarını incitmə. Anasına göstərəndə yaxşıydı. Göstərdi. Hə, çəkin məndən. Xahiş edirəm ata. Göstər, Yaxşı, dur, gəl bu yana. Dur, gəl. Sən məndən yiyəcəksən, ha? Ana, ha? Ata! Yazık ata! Anam dediği çapıldı. Ay, oh! Dədənin ayrı yerində də çapığı var. Anan onu deməyib. Kişitsə onu da göstərsin. Sən məni bəsdir, sənin başın qaram olur. Göstərdən ha! Anam o çapık vardı hiç ne demeyeyim ben. Ay, yaxşı, uşaq vaxtı ağaçdan yıxılmışam. Çox yaraşıqlı çapıqdır. Hə, adam baxdıqca baxmaq istəyir. Göster de ata onu bana göster ne olur. Yaxşı, gəlin görək. Göstər, Ata! Yaxşı, yaxşı. Göstərmirsən ki. Yaxşı, Xahiş edirəm ata göster de ne olur. İndi ki ne belə olur. oldu. Göster. Möhkəm dur. Möhkəm. Hayır. Hayır, ne olursanız? Bugün bu arvadın başına hava gəlib, teyəsən. Seyfi, göstər. Dede var. Az, nə Az. varsan? Az. Səməni ehtiyatlı ol. Göstər, Anacan ehtiyatlı ol. Səməni, Kilə burada. az, tüfəng doludur Səməni. Ben kurban olun benim yanımda. Sən öləsən bunu çaxaram sənin qarına. Adını tərsinə çağırarsan. Nə də adın? Ebil Hasan. Əsəsi. Ters sesi. Bu sokacakta ne bileyim şey ters sesi Nə nerede yok? səhlümə, nə səhlümə. Eşittin ne sen? Göstər. Bəlkə mən partlayayım, ha. Gəl görüm. Gəl görüm. Başa deyərlər Siz nə sülənirsiniz az burada? Səməni, haqqı sağ. İmanım haqqı. Borc. İmanım haqqı. Bizim hayırlı. İmanım haqqı. Göstər. Səməni. Mən niyə partlamıram, ha? Göstər. Ben benimki kurtardı çiçek. Evim yıkıldı çiçek. Elə demə qəndab, Allah eləməsin. Bəsdir sən Allah. Azdan analar sağandan savayı oğlanlar doğmayıblar. Çiçek ben başımı itirmişəm. Birinin üzüğünü qaytardım. Bir de ki belə. Of benim taleyim. Qəndab, sən Allah, heç olmasa sən taleyinlə giliyələnmə. Sən elə bir ucdan qaytarırsan. Amma məni bir yenə verdi istəyən yoxdur. Vallahi. Psixoloq. Bəlkə sirr açar. İşləri korlamağa Seyfi dayıda. Qorxuram, bu arvad mənim axırıma çıxacaq. Görmürsən keçib tüfəngə. Qorxan bir gün vurub öldürsün, məni. Tezə belə olur. Sən məni bundan sonra sizi daha çox istəyəcək. Hələ bir-iki gündə səbr eləyin. Ay sağ olmuş. 2 günə vallah vurub öldürəcək. Canımı alacaq, məni. Yaxşı, yaxşı. Heç olmasa bir gün. Səni xətrinə. Sen öl. Burada nəsə bir fırıldaq var. Gədədən mənim eş gözüm su içmiş. Ama ne diyeyim valla ay may. Bütün kent deyir ki o cede Seyfi'nin dost doğmacı oğludur. Sen de inandın elə mi? Sen de inandın? Siz ne avam adamlarsınız ha?
Bu vaxta qədər bizim kətdə belə şey olmuşdu ki, qardaş öz bacısına görüş təyin eləsin dəyirmanın dalında. Ay? Bizim kətdə olmuş. Məsələn, amma mən Amerikada ben Aşağıt. Aşağıt. Agara. Eğer o düdük kızın saçlarını tumardıymış. Kardeş da bacısının saçlarını tumardıyar. Yok, bizdə tumarlamaz. Bizdə yok. Məsələn, amma bax, Hollandiyada Aşağıt. Vallah, ay müəllim, mən söz tapa bilmirəm. Mən don deyirəm, dana mən don deyirəm. Xəbər eşidən kimi otdum dana Belarusuma. Hayf dana çata bilmədim. Onların ikisini orada tutsaydı, onların ikisini də aparıb verəcəyim dana polisə. Polisə verdim, nə olsun? Nə olsun da verəcəksən polisə. Amma bax, məsələn, Yaponiyada Sən otur aşağı. Otum Mayır, məsələn, Sən bezdirir təbəkdən. Nerede burada? Bana bir papros ver. Gəl bu daş yatağıyla tür. Onsuz da qız sən döv. Kız benim gördün ha. Adım benden çıkıyor. Başa düşürsen gayretim benimdir. Bildiğin. Seyfi də, o səs gələn yer nədir? Ura, İstalovoydu. Restorandır. Seyfi də, sən vışşı kişisən. Sağ ol. Mənə təb gəlib. Bəlkə bir baş çəkər restorana. Yaxşı deyil. Cəmaat deyər, dədə bala alqaşlıq eləyirlər. Çox üşüməyəcəyik ki. Elə belə, stresi çıxartmaq üçün. Gedək. Talih bəlkə bizi bir də görüşdürmədi. Gedək. Gedək. Hoş geldiniz konaklar, hoş geldiniz bununla eleştirin. Özel sırahat hazırlayanlar, konaklarınızda yüksek seviyede bulunursunuz. Hoş geldiniz. Hangi de güzel sırahat hazırlayanlar. Valla, sen elə əməlli başını alqaşıymışsan ki. Gel. Ata. Dur bana, dur gidelim, dur. Dur oğlum. Ata. Aycan, dur. Ben seni dünyalar kadar istiyorum. Sağ ol bana, sağ ol. Sən mənim gözümün işığısan. Sağ ol, sağ ol. Bir dəqiqə otur. Yox, dur. Bir dəqiqə, otur. Bir dəqiqə, otur. Mən sözümə qulaq as. Yaxşı, yaxşı. Bırak.
Baş üstə, gözüm üstə. Eşq olsun, eşq olsun. Bütün ataların şərəfinə. Atanın qəlbini bil, geç tez olarsan bir ata. Ata bəxş etdi bizi bu gözəl şən həyata. Atadır ailənin başçısı, həm qayğı keşi. Eşq olsun, hər saqqal. Atadır ailənin başçısı, həm qayğı keşi. Qaqa bir dənəm həkim qızı, qara gözlü həkim qız, ay gözləri bənövşəyi. Qara gözlü həkim qız, ay gözləri bənövşəyi. Oxuyuram ataya, ananın naləsi inan ki tutmaz evladı, vay o gündən ki ata naləsi evladı tutar. Əzinəm ata yeri, qara gözlü həkim qız, ay gözləri bənövşəyi. Qara gözlü həkim qız, ay gözləri bənövşəyi. Oxuyuram sənin üçün, əzinəm ata yeri, əzinəm ata yeri. Görməsin bu zamanlar bir eşq olsun, eşq olsun oğlanlara, eşq olsun. Bir xəta yeri, 100 bin sevgiden yaxşıdır bilin. Bir qoca, bir qoca, bir qoca həkim qız, ay gözləri bənövşəyi. Qara gözlü həkim qız, ay gözləri bənövşəyi. Mən aşık ata yeri, görməyəsiz bir də deyirəm, ay zamanlar xəta yeri. 100 bin sevgiden yaxşıdır bilin. Bir qoca ata yeri. Atama qurbanam mən, atama qurbanam mən, anama qurbanam mən, eşq olsun. Atama qurbanam mən, atama qurbanam mən. Mənə ki atam yanır, onun mindən birini kaş atama yanar. Ay aman, eşq olsun hər saqqal. Eşq olsun, var olasınız. Həmişə belə gözəl günlərdə olasınız. Eşq olsun deyir. Eşq olsun. Adamın nə burayatda olar, Özgə adam mənim işimə qarışanda hövsələm daralır. Səni kimlər də çərçivədən çıxanda mən cinlənəm, cinlənəm uzo. Bir də deyəm. Kilsə şeytandan nəsə. Bir də deyəm. Bu saat sənin çölümü düzəlir. Gələk öləyim bulanır. Yo, mən nə qara bilər ki, o başına svidani verən oğul. Güdük. Bacı qardaşdır özləri bilərlər, nə işin var? Qaç görmə, başına svidani verən. Bura səndən ötəri. Başı bulvarizat deyil, bura rayon yeridir. Eşitdin, Sənə dəxli yoxdur. Gedin. Bu şəhər qaqulyaları hamısı belədir, İstəri dara düşən kimi çıxırlar aradan. Bir dəqiqə deyəm. Sonra nə demək istəyir, bu da? Bir dəqiqə. Atam, başı qeyrət çəkələr. Sənin yerində başqası olsa öydən bayra çıxmaz. Bu polis həmişə vaxtında gələrdi. Harada qaldı görürsən? Bu nədir? Səssiz götür bu aləmi. Restoranı götürmüsünüz başınıza. Gel çıxdığını. Əbli dayı, tanış olurlar. Düldülü, dayı nədir? Fəq olma bax, vəzifə başındayım. Bağışlayın yoldaş kapitan. Sən kimsən, Mən Müğəndi Tamada. Tamada. Adam at, tərsinə. Yəni, adam atan. Atan şıqsan, öskür oyuna, götür düdüyü. Görür. Seyfi!
Valla göz sana. Bu nədir? Bu nə həngamədir? Bu nədir? Bu nə həngamədir çıxarırsan? Ne yaxşı vaxtında geldin ay Əbili. Üret köpeğimi yemiştim ki. Qardaş oğlu? Bəli. Düldülüm, hayır. Tanış olub qutardınız mı deyilən? Yox. Hələ davamı olacaq. Onda məni də çağırarsınız, orada bir balaca boğazımızı yaşlayarıq, hə? Tamam elə çox çəkəcək Əbül Həsən dayı. Sən də gələrsən. Çox çəkəcək. Demək yeyib içməyimiz daha çox olacaq. Qonağa hörmət borcumuzdur. Belədir. Əlimizdən gələni əsirgəməyik. Götür bunu rəddili buradan. Ne var ya üstünü de. Üstünü. Mayıl, bunu da sən rəddili. Aparram sana Əbül Həsən, aparram. Al çiğni apar. Ağlıma bir fikir gəlib. Alınsa, sana qəşkət bir qonaqla verəcəm. Nə fikir Aymar? Sən kes otur, mən bu polis Əbül Həsənlə söhbət edim gəlir. Ya. Əbül Həsən dayı. Sana bir sualım var. İkisini ver. Əbül Həsən dayı, sallat düzündən Allah'a inanırsan mı? Allah'a inanmayan kafirdir. Əbül Həsən dayı, bak düzün diye görüm Allah'ın işine karışma düzgündü mü? Estağfurullah de, sözü de, ne istiyorsun? Demək istədiyim odur ki, Əbül Həsən dayı, mən Allah Teala mənim urcağıma bir qismət çıxar. Yaxşı. Zırıldama. Sözü de. Allah Teala mənim urcağıma bir qismət çıxartmışdı. Kimlərsə Allah'ın işine karşı onu benim elimden aldılar. Mayı, belə çox qəliz danışırsan. Axı, mən biləni bu işə elə qəndab özü qol qoyur. Əslində baxanda heç qəndavın da buna ixtiyar yoxdur. Bilsən, yox oydu. O arvad demişəm, Mustafa o deyil. Sözümün Mustafa'sı odur ki. Yadın gəlir, sağ demişdim ki, qəndavı qaçırdacam. Mən də yadıma gəlir, sağ demişdim ki, bu işdən vaz keç. Keçənmərəm. Əbül Həsən də sən bir Allah adam kimi bu işdə köməklik eləməlisən. Nə? Belədir. Sən tək polis döysən ha. Sən hər şeydən əlavə axı kişisən. Polis sözünün tərsəsini bilirsən nədir? Silov. Məni sistemdən silib hoppandırarlar. Başa düşdün? Gəl, qazanqalım Əbül Həsən də gəlsəm, bu işdə yox demə, nə olar? Mənim tapancama, pagonuma yaraşmaz. Qəmişi çək məndən. Əbül Həsən dayı, sən qız qaçırtmayasan ha. Vallahi sən bana bir balaca köməklik eləyəsən. Bilirsən, axı sən istədiyin vaxt o evə girib çıxa bilirsən axı. Bu nə mesajlı göndərmisən mənə? Heç utanırsan? Dolamısan məni? Orada utanmalı nə var ki? Hələ bir içmisən də. Əziz bacım, mən səni sevirəm. Neyniyim? Bu boyda dərdin yanında içməmək olar? Mən səni sevirəm! Sus Fəqan, sus! İlahi. Bacı da qardaşına vurularmış. Taleyin qəribə işləri varmış həyatda. Mən hardan biləydim ki, biz bir atanın övladı. Elə bilsən mənim üçün asandır. Mən sənin bacın olmaq istəmirəm Fəqan, istəmirəm. Heç mən də sənin qardaşın olmaq istəmirəm. Get buraya ondan Fəqan. Bəs atam? Atam. Heç dünənəcən atanın varlığına xəbərin yox idi. Bundan sonra da rahat yaşaya bilərsən. Düz deyirsən. İndiyənə kimi atam rahat yaşayıb, sənə atalıq eləyib. Mən heç onun yadda düşməmişəm.
Sənin gileylərinə qulaq asmaq istəmirəm. Ağlama. Ağlama Qəndab. Bu dünya sənin bir damla göz yaşına dəyməz. Mən sənin qardaşın deyiləm. Bu oyunu atanla qurmuşuq. Necə? Anavul başına oyun açmaq üçün. And iç Fəqan. And içi qardaşım deyilsən. Deyiləm də inanmırsan mənə. Amma sənə bir sürprizim də var. Yenə nə sürpriz? Bayaq anama zəng elədim. Məsələdən xəbəri var. Gecə ilə qohum əqrəbəni yığıb yola çıxdılar. Elçi gəlirlər. Necədir? Rədd ol cəhənnəmə. Xalqın qızını nə tər deyim ki, burdu bəri tut. Əbül Həsən dayı. Bircə dəfə elini burnuna aparasan özündən gedəcək ki, mən onu aparanda çərpənməsin də, güç salmasın. Rədd ol cəhənnəmə, qəmişi çək məndən. Əki, mən özümə umacova bilmirəm, başqasına ərişdə kəsəlcəyəm. O boyda qız qalıb evimdə, rədd ol cəhənnəmə. Ay sağ ol. Gəldin məndənə çıxdın mı? Əbül Həsən ki, sən mənə yaxşılıq elə. Allah Teala onu sənin qavağına çıxardacaq. Özdə bilirsən, öydə qızın var. Özdə yaşı keçirdən, başa düşürsən məni. Oğran. Deyərsin, səndə söz var axı. Var Əbül Həsən kişi. Var. Tanıyırsan da mənim dostumu, Qaranı. Şülli? Rədd ol buradan. Rədd ol. Özüm bil. Dayan görüm. Nə olsun ki? Olsun ki, Əbül Həsən kişi, məsələni düzüf qoşmuşam. Gədə düzgün vurulub da qıza. İndi mənim bircə kəlməm lazımdır ki, məsələ ya o yanlıq olsun, ya da bu yanlıq. Mayım, it oğlum, mən polisəm. Axı bizdə ustavda, zakonla qız qaçırmaq yoxdur axı. Burada qəbahət nə var ki? Nə var ki burada qəbahət? Özdə bura bax, çox da yüzüyü qaytarıb. Qəndab mənim düzgün nişanlımdır. Hadi, düz deyirsən də. Bir il nişanlın olub da, sən zakonla. Ay sağ ol. İşte keçəndən sonra Qəndab deməyəcək ki, ay cəmaat, hoy, ay cəmaat, hoy. Bəsdir, eşit. Sakit dinmətçi oturacaq öyün bir küncündə, heç mık deyiləməyəcək. Sən mən deyəsən saqqız boğrayasın. Əbül Həsən ki, bircə dəfə barmağını riski qızın burnuna aparıb çəkəsən. Qalanı hamısı mənlikdir. Özündən gedəcək. Atacam onu traktora, dırıldıya aparacam öyümüzə. Qulaqsa, gədə deyirsən, yəni bizim qızı... O nə deməkdir ki? Əbül Həsən ki, özümüz kişi əynimizə də geydiyimiz şal vardı. Sözü düzgün bir dəfə deyirik. Nə deyirsən? Ya Allah, sən özün bu yaxşılığı çıxart mənim çiçək başımın qənşərini. Ya Allah. Amin. Ya Rabbil Alem. Bu nə bölümdür? Bir də həm qardaş, həm də sevgili getirirsən. Bir də isə... Çiçək, yenə ağlayırsan? Neyini? Ağlamaqda başqa əlimdə nə iş gəlir ki? Az ağlamaqdan nə çıxır, nə düzəlir? İş görmək lazımdır, iş. Mən çıxış yolu tapa bilmirəm. Bax, sən kəndimizin ən üzdə olan insanlarından birisən. Özü də ki, 23 ildir polisin iştahla qulluq eləyirsən. Sən bizə nə məsləhət görərdin? Az məsləhət odur ki, Fəqanı belə pişirəsən. Ay Minaya xala, indiki oğlanları pişirmək olur. Tülküdən becdilər, Həm də Qəndabdan ayıbdır. Yaxşı görüm, utanmaqdan da keçib. Sən gəl mənə qulaq as. Sən yapış Fəqanın yaxasından. Əl çəkmə ondan.
Qoy səni alsın, az aparsın şəhərə də. Hə, sən yazıqsan valla. Sənin də canını qutarsın bu mal-qarıya baxmaqdan. Fəqir. Bəlkə qutarasan bu oyunu. Niyə axı? Özü qardaş kimi aparmırsan. Onsuz da bizim bacı qardaşlığımızın ömrünə az qalıb. Anam geyir, qohumlarla axşam gəlirlər. Gedib onları qarşılamalıyam. Bəlkə sən də gələrsən məndən. Ay, utanıram. Nədən utanırsan, Bir şey fikirləş də. Anam qoymasa. Dinən ki, çiçəyə gilə gedirəm. İyi. Anam inanmaza. Sən gələn gündən güdür məni. Şübhələnir məndən. Səndən yox, məndən şübhələnir. Ay bala! İnək balasını eləyən kimi o qızı niyə eləyirsən? Qulağına söz deyirdim, anacan. Söz deməyə ayrı qulaq tapmadın? Psixolog, böyle yap. Baz, nə bitişimsən xəlləyə şükədəyə? Ana, mən ona havaq bitişdim. Çoram mən. Az ondan sağ qardaş olmaz, Allah bilir, heç Seyfidən də deyil. O arvad başqasından qazanıb bunu dürtüşdürür Seyfiyə. Görmüsən bir qırıq da oxşamır ona? Nə olar oxşamayanda? Dərd ola belə anasının ürəyinə. Oxşayaydı da. İyi ana, elə söz danışırsan ki. Mən nə danışdığımı yaxşı bilirəm. Bax, deyirəm sənə, bir də sən o sırtıq gədəylə görsəm, yapışacam bu saçından. Bildin? Buna bax bilsən. Psixolog, sabah tezdən çıxıb gedərsən. Niyə atacan? Qardaş gəlir, biraz qardaş oxşasından, ha? Sən çox mehribanlıq eləyirsən, Daha eləmərəm. Yox, səhər tezdən gedərsən, daha qayıtmazsan. Mən də deyərəm ki, təcili işi oldu, çıxdı, getdi. Baş üstə. Amma darıxacam sənin üçün. Mənim də gözüm öyrəşibsə, elə belə həqiqi oğlumsan. Eybi yox, qismət olsa görüşərik. İnşallah. Gel. Akşamı xeyir, Səməli bacım. Abatın xeyir. Az bu Seyfi hardadır? Getdi uyumağa. Başını balışa qoyan kimi oğlu mininin ölüsün. Bu fərasətlə Bakıda uşağı nətər qazanıb. Az elə demə. Seyfi cavanlığında odalıq olub, Yalan son notda yansın. Odalan gününü görmüşəmsə atama lənət. Bura bax, həbili küftə pişirmişəm. Gətirim, yersən ye, yemirsənsə. Vızqırdın? Yeri gedəbil, yuxum gəlir. Yaxşı, getdim. Səməli, sən hansı otaqda yatırsan? Nə gərək də? Yox, məndə o bu qriyyətlik yoxdur. Dedim, bəlkə burada yatırsan sən. Yox, burada qəndaf yatır. Soğuk olmaz ona, ha? O gedə harada yatır bəs? İçərdə. Yox, gedən gərək burada yatızdırıydı. Yox, burada yatsa çox əl-qol atar. İçərdə yatızdırıram, qapını da daldan kilitləyirəm. Çıxsın görüm necə çıxır. Yaman çox bilmiş arvadsın. Əbli, xudafiz, yeri. Yaxşı, getdim. Xudafiz. Getdim. Yeri, Səməli, səndən bir şey soruşum. Bu qəndab da elə dədəsi kimi başını yastığa qoyan kimi yatır? Əbli, bəlkə gecə buralara oğurluğa gəlmək istəyirsən? Eşidib görübsən mənim oğurluğumu. Söz soruşuram da indi də. Bəs sabahda niyə məni sorğu-suala tutursan? Kim necə yatır, harda yatır? Ay qız polisəm də. Gəlib mən başımı hər yana soxam da. Əbli, gecən xeyrə qalsın. Yaxşı, sağ ol. Yeri. Qəndaf. Ay qəndaf. Hə, ana. Gəl keç yat. Ana, düzdür axı. Az gir yerinə yat dedim. Buy. Axşam xeyir. Buy. Bu vaxt səndən necə? Nə bilim, evdə ürəyim qısındı, dedim gəlim sadə. Otur. Sağ nə olub? Yumurtası tərs gəlmiş toğuq kimlə vurmursan? Çiçək, Fəqiş məni gözləyir. Anam da tərpənməyə macal vermir ağa. Fəqiş səni neynir? Gözməyə gedəcəyik də. Bax, bəxtə bir qardaşlı başı. Nə olsun ki, anam ki qoymur. Qoymur, getmə. Hökümdür. Gərəkli qardaşınla gezməyə gedəsən.
yine sevgilin olsaydı dert yarı. Az Genda. Utanıram da soruşum. Bacı, indi onu senle nətər oturdurursunuz? Ne bileyim, az ürəyə nətəri götürür. Deyirəm, əvvələr Allah bilir nə qırtdan öpüşmüsünüz. Öpüşmüşük, öpüşmüşük. Bəs indi nə edirsiniz? Daha öpüşmürük. Genda abi. Bacın sağ qurban olsun. Allah eləməsin, ay cicə. İndi Fəvaz sağ həqqi qardaşlıqdır da elə. Qəniş başına dönüb ötürdü onuma. Az bir savab iş gördü, qarif qalmışıb dədəmin xarabasında. Az birdən istəmədi o. Az istəmədi nədir başı? Özüm adifi soruşlədi. Az sən boğazını ver əlimə, dalsında işin olmasın. Dartıb yaxasını cıracam onu. Bilirsən nə var çiçək? Uzan mənim yerimə. Niyə? Az neyirsən? Anam elə bilsin ki, burada yatan mənəm. Bax belə. Az alnım çaşıb sənin. Çiçək, nə olar, bir cəsaflıq əvəz elədi məni, yaxşıdır. Puh, əri gizin içdiməsin, heç şəkə bir cəsaflar məni əvəz eləməz elə. Ört üstünü yat, səsin gəlməsin. Qorxma, tez gələcəm. Bax beləcə. Az Səmən xalı məni burada görsə tüklərimi didəcək. Az sən al, tez gəl. Qəndar, yatmısan? İşıqlar söndü. Söndü. Tam arxayınçılıqdır. Tam arxayınçılıq. Hadi mən nə edirsən? Get dəsmalı özünü tut burnuna. Vəssalam de. Hayır. Harısın? Ne dedim? Yekekçisən. Söz danışmışıq, şərt kəsmişik. Hayır. Özüm ağırlığında mən o evdə çörək kəsmişəm. Bu xəyanətdir başdan ayağa. Ne vaxtdan beri iki sevgilini birbirine qovuşturma xəyanət olub. Hay? Özdə bura bax, sözünü geri götürsən Allah'a ağır gelir ha. Öydə ələ gedəsi qızın var. Yaxşı, yaralı yerimi toxunma. Vallahi mən xəyanəti itələyirsən sənə. Qız səni görsə həyənək, görməsə dəhənək. Əmdə məni görsə düzgün hayküy salıb cəmaatı yığacaq bura. Bildin? Ver görüm. Ana. Özün iynəmə. Gel görüm, qılçanı ver. Köməl görüm. Qılçanı ver, qılçanı ver görüm. Salam. Malas. Əbli. Sən həmişə malas deyərdin, hə? Kim mən? Gecəni bu vaxtı burada nə gəzirsən, hə sən? Yox, o gəzmir. O gəlib yoxlamağa ki, hər kəsən öz yerində yatıb yoxsa yox. Axı o polisdir. Sən məni qardaş, Seyfi bacı. Nə səhv eləyirsən, sözümü deyil. Dəsmal gətirmişəm, qəndə bax, dedim baxsın görsün nə tərdin necədir. Əbli, indi də gecə alverinə keçibsən, hə? Mən başa düşə bilmirəm, gecənin bu vaxtı nə qəndab, nə dəsmal. Ətirli dəsmalda bir iynə bax. Sən də bəri tut. Dödə var. Ömrümdə belə naçilik eləməmişdim. Neydim? Bala məhəbbət. Deyirəm, bəlkə sən qaçırılandan sonra bizim də o qızın baxtı açıldı. Ey fani dünya. Vay, gel. Hazır, götür. Ben gittim gari. Hadi. Hadi. Kömeğini benim atalım. Onu çıkartma, bunu danışmamışım biz. Bu nerede geçecek işte son kuyruğunda bulamaz. Tek kaldıracağım ben. Kömeğini çiğnime atalım. Eyle şunu. Getirmiyorum. Oraya gitti. Hey! Ben gittim. Haydi dedi.
Ettim ayol. Ettin açı. Açır turum. Olmuyor adamı zat öldürmüşsün. Ben bunun kanı hani? Az bunun kanı yoktu. Bu kansızdı, kansız. Ama her bir kansız adamdan kan çıkartmak olas. Birden getirdiğin şey o ruhsat olar ha. Az. Geri durabilirsen. Gel yemek hazıra. Öde çoklu. Nətər yani ha? Gecənin bir aləmi bilməyək evimizə girən şey nədir? Bu kızın juvoviyesi bile ağır olmamalıydı. Bu bile uzanada değil ağır olur. Deyirəm, anası səməni yoxşasa eşeğim öldü. Ben de bunun dedesi Seyfikim yun çubuğu olacağım. Ben hardayam? Az, çiçek. Az seni buna kim soğur? Seni buna kim getirib az? Bilmirəm. Bu... Maya, məni qaçırtmısan? Mən? Ay Allah. Ay Allah. Ay Allah. Keremine min şükür. Ay Allah. Maya. Maya ağlına kurban olum. Ay Maya. Hardan geldi bu senin ağlına Maya? Dur yavaş yavaş. Ana. Dur yavaş yavaş. Gelin önümüze. Git. Yeter yani. Git önümüze. Ben seni kaçırmadım. Gecəni bu vaxtda hara gedim? Ben dedem demez ki. Ay itin kızı bu vaxt Dejan hardaydı? Gitmirəm. Sana fanar vereceğim. Dersen ki Gandalf gildeydin dana. Az Allah Tanrı'ya bak. Ciddi durma. Qadan alım, əziyyət çəkib gətirmisən. Zəhmət nə ifin gəlmir, qalın da qadan alma. Özünü ağır apar. Kız, git evimize. Evimize git. Vallahi dedem beni öldürecek. Az. Yani bu müsbeti benim başıma açar sen deden gör. Hay? Önümüze. Hep dedemi niye kurşurdun buna Maya? Özüme değerdin gelerdim dana yanına düşür. Ay Allah. Ay Allah şükür sana ay Allah. Benim de öz evim olacak. Uşaqlarım olacak. Erim olacak. Erime kurban olun ben. Maya. Çiçek. Nedir Maya can? Azma can deme. Bana can deme. Can deme. Can deme ama. Can deme. Başına niye vursan Maya? Allah eləməmiş. Beynin tərpənə dəri olarsan Elə eləməm Maya. Az. Da deli bundan artık olmur ha. Bu delinin başında ağaç bitmir ha. Maya kelek gələ bilməzsən Maya. Dedemle koşulaşıp beni kaçtımıza. Bırak az. Özde deliye vurdu. Hile. Maya. Niye ağlıyorsun? Sevindiğinden ağlıyorsan Maya. Ağlama. Ağlama benim balam. Onsuz da hemişe bir yerde ağlayacak inşallah Maya. Ya Allah. Ben bilirdim ki mehremlikte içende ahri böyle olur. Ay Allah bu ne zibildim ben düşmüşüm. Maya. Gıdı. Maya. Çiçek. Niye öyle? Çiçek. Ne ben seni kaçırtmışım. Niye? Ne de sen buraya gelmişsin. Geliyor kızım. Hudafi. Alıp aldatmaktı bu. Güzel göçek kız uşağını kaçırtmışsan. İndi de değilsen Kudafiz. Az karışık salmışam. Sef salmışam. Bağışla. Sen seviremeyeceksin. İndi ezamını ben çekeceğim. Bana bunu sözdü. Zibildim ben düşmüşüm ay Allah. Maya. Allah koysa seni öyle düzelteceğim ki Maya. Kadın olup 5 kişiden biri olasam Maya.
Elini çək. Mən indi heç fələk də düzəldə bilməz. Mən ölmüşəm. Heylə ne deyirsən Mayıl? Ölsün bizi elə istəməyənlər. Donalarım Mayıl. Çiçək. Nedir Mayılcan? Macan demə. İnsafın olsun. Çık git önünüzə. Axı mən məcbur öyrənə bilmərəm axı səndən. Mayıl. Mənim özümə başa salıblar ki, bu işin gərək bir tərəfi elə zor olsun. Ha zoracağım onsa. Yəni deyirlər ki, gərək oğlanların dartıb cağlarını çıxardasan. Çiçək. Ay çiçək. Mən çiçək, mən səni istəmirəm. Önünüz başına qoysan şıllaq atıb kəfənin cırar. Vallahi mən şıllaq atıb kəfən cıran ölülərdən deyiləm. Çiçək, sən git önünüzə, mən səni sabah gətirərəm. Deməsən ki, Allah'ım. Hazırca gəlmişim dana, ikinci dəfə gətirməyəsən ha. İndi onsuz da bütün el aləm bilir ki, sən məni qaçırtmısan. Çiçək, mənim çənəm əyridir. Az, mənim ali təhsilim var, az. Mayıl, mən də institutya oxuyuram. Mənim umuda fermer təsərrüfatım var. Mən də baramatçılıqda laborant işləyirəm. Az, mənim ubotana Belarusum var, Belarusum. Ninə Mayıl, ninə? Ya Allah, mən kömək olum, mən bunu nədər başa salım? Zarım, burnun suyunu sil. Kişi var şaqqalayıb parasını aparılır, sən tək zarımır. Məndən ta kişi çıxmaz, kişi çıxmaz ta bəllər. Çiçək. Nə? Ma bajor. Mən özünə qardaşsan, nə olarsan? Bu vaxt deyəcən qardaşsız qalmışım, ölməmişəm ha, indən belə də ölmərəm. Çiçək. Nədir, Mayılcan, nədir? Ma can demə, mana can demə. Yaxşı demirəm, yaxşı. Mayıl, hissdəmi? Olan olub, torba dolub, iş işdən keçib. Az, nə olub? Hansı torba dolub? Ha vaxt olub? Belə düzgün. Evet, belə düzgün. Aşağıya. Yox. Öpüləsən də. Nətər işlərə? Nətər, yaxşıdır, əladır. Pışçı, bomba. Ney bomba? Darıxdım. Dedim, gedim görüm. Ne iş görmüşsən, ne eləmişsən? Öde, git bax. Yeri. Az çiçir. Sen burada ne koyursun? Özün məni qaldırıb qoymusan Mayılın çiyinə, indi də deyirsən sən burada nə arırsan? Etimi biz bunu kaçırtmışız. Ay ellerim quruydu mənim. Heylə demə, dədə. Əllərinə qurban ol, dədə. Gəl əyləş, dədə. Sən bizə xoş gəlib, səfa gətirmisən. Məşədibat demişkən. Bu gəlini gətirəndə baxmazlar ki, bu kimdir? Mal sənindir, baxaydın kimi gətirirəm da nə? Birdən yorğanın altında səmən arvad olaydı. Ondan nə qarıydı? Heç də, elə dəsmanı soxacaqdı burnuna. Nətər danışmışıq? Mən sizin danışığınızı eşidirdim. Mayıl dedi ki, qaldır bunu, qoy çiynimə. Nə deyirsən az? Deməli dədə-bala sözü bir yerə qoyub mana torba tikirsiniz, eləmi? Gözünü mana soxuştursan? Soxuşturan dədəsinə lənət olsun. Onu da götür apar. Gələ. Qoşulub qaçan qızı mən evə apara bilmərəm. Qiriyyətim var, mən kişiyəm, cəmaatçının nətər çıxa bilərəm. Uşaq sözdür. Ben sana göre 2 dənə yaxın adamı meyt elib atmışam ortalığa. Bu da yaşlılığımın əvəzi deyil mənim daşsa. Qadan dədə hissdən, əlinə xada çıxa, dədə başına döyür, dədə cavandı da ana keş günahından. Ay dədə vay, bunlar... Bunlar dədə valla ikisi də ifləməymiş ki. Göyə çıxsam da xeyri yoxdur. Məni götürüb qaçdımısan, geri qayıtsan usalacaq. Onsuz da adım səndən çıxıb. Hava çıxıb ha? Nətər çıxıb? Haçan çıxıb? Səhər aslan kimi düz vurulacaq aləmə. Səhərə nə qalağa? Kür mənim təpəmə, kür. Demədin başından vurma, ağlın azalacaq. Özümə həlak eləmə. Onsuz da bir qız bir oğlanındır. Mən də bilirəm, bir qız bir oğlandı. Amma sənin qızın mənə lazım deyil. Mən sənin qızını istəmirəm. Mayıl,
Nə olub Ema? Belə göz məndə, qaş məndə. Bu mənim ayaqlarım, bu mənim əllərim. Sus sonrası kimi qızam, Çiçək kimi qızdır. Yaxşı baxsan hayıl mayıl olarsan, amayıl. Eləmi? Kızın hele yaxşıdsa onu da götür. Götür apartını ver başkasına. Benim kızım kapı dalında kalan süpürge değil. Onu buraya sen getirmişsen. Burada da canı çıkacak. Eşittin? Dədə, başına dönüm, dədə, qadan alım, hirslənmə. Sən çıx get, mən müayinə məsələni həll eləyərəm. Yaxşı, dədə. Allah hüngütüsün sözleri tersine dede. Getirdin işleri de tersine kurdun. Kızı incitmiyorsun ha? Sənsiz darxaşım, dədə. Sən Allah tez-tez gəl bizə, dədə. Hər gün günorta yeməyini gəl bizdə ye. Sen ne istəyirsən ey? Belə gərgin vəziyyətdə nə istəmək olar? O nə səs küydü orada? Abala! Ayye! Gecenin yarısı kimle boğuşursan orada? Amayıl, Əbülhüsənin qızı burada nə gəzir ha? Mən gəzməyə gəlməmişəm. Gəlin gəlmişəm bu evə. Nətər yəni ha? Elçi getməmişik, nişan aparmamışıq. Bu Əhmailin kürəyində gətirdiyi cəmdək boyumuş. Nətər yəni ha? Elimizin adəti var. Gədərin başım bişiriflər Əli Paşa, imanım haqqı. Nəyini pişiriblər? Başından başım bişiriflər gədənin, imanım haqqı. Olmayan şey, sən necə anlatırsan Gülxan? Nəyə kişi? İmanı var, sən imanı var anlatırsan. Yox, sən imanı var. Yox. Dalaşmayın, bəsdirin. Bugündən bu evdə dava dalaşı yığışdırın. Çıxın gedin. Gedin, dana manın başı ağrıyır. Abala, bəs məsləhət məşvərət eləməyə. Əli Paşa dayı, gecəni xeyrinlənsə, səhəri şəri yaxşıdır. De gecəniz xeyrə qalsın. Sağ ol, anacan, gecən xeyrə qalsın, yuxun şirin olsun, sağ ol. Mayılcım. Yüz fikir bir borcu ödəməz. Oturub götür qoy eləmək lazımdır. Toya hazırlıq görmək lazımdır. Hansı toya? Bizim toya dana. Bu. Çiçək, sən özün baramaçılıq teşdirsən, sən özün yaxşı bilirsən ki, barama qurdu zaten nətər doluyur. Özü də həmən baramacına qalıb məhv olur. Qismatımız beləymiş, Maya. Ay çiçək. Nə təsir? Axı, mənim ali təhsilim var. İnşallah Maya, akademik olarsan. Axı, mən iqtisadçıyam. İnşallah bundan da böyük vəzifələr qalxasan, Maya. Çiçək. Nə təsir? Mənim Belarusum var. İnşallah köməkləşir, xarici traktor alacaq. Çiçək. Nə təsir? Mən özümü məcbur eləyə bilmərəm axı. Mən məcbur eləyərəm. Bu da bacı qardaşlığımızın son gecəsi. Biz bütün gecəni burada geçirtmişik. Ay, anam öldürəcək məni. Öldürməz. Həm də çiçək sənə ələ verilməz, o səni çox istəyir. Ay, hay. Sən çiçəyi yaxşı tanımırsan ha. Göz görə almaq istəyirdi səni mənim əlimdən.
Səni mənim əlimdən heç kəs ala bilməz. Ağam, bütün bunlar mənə bir yuxu kimi gəlir. Elə bir sehirli aləmə düşmüşəm. Mən də sənin kimi. Amma mahir demişkən. Düzgün bil ki, anamgil gələndən sonra bütün yuxulara son qoyulacaq. Həyatımızı bundan sonra daha maraqlı, daha gözəl, daha rəngarəng yuxular bəsləyəcək. Bu dəfə də bağlı olsa, mən batdım. Avala! Niye gülümseyip baktın ay çiçek ay? Niye yüreğimi yaktın ay çiçek? Niye Ana! Nədir? Gelme çay ver ana. Da mən neyirsən çay süsənin vardan ha? Az. Yaş sen de mesleği. İki ruhat sen. İndiden kaynanalığa başlama. Ya bir gecedi gelip ne olursa. O özü gəlmir və onu sən zorla tutub gətirmisən. Az. Tapının söhbete ne dəxli var ki? İş işten tak keçif. Çiçek demişken olan olur, torba dolur. Gel bana çay ver. Gel. Ta bundan sonra girə bilməyəcək. O çiçeğin geldiği bir gecədir. Uje onunla mastat gətirirsən. Puuu! Bir adam istəyirəm çıxa qabağıma. Çıxsın görək. Çıxsın. Ta partlamanın vaxtıdır. Yoxdur dana, yoxdur. Bir qeyrət doğul çıxa qabağıma. Gəlir. Gülləliyəşəm. İndi də partlamayıb. Hava Yoxdur dana, bir qeyrət doğul. Əlpaşa! Qeyrətiniz varsa çıxın çölə. Yoxdur dana qeyrətləri. Yəni bu həyətdə bir qeyrətli olan yoxdur, səsimə səs ver, Gəl bax. Hamısını baltalayacağım bunları. Baltalayacağım. Hala o! Gülləliyəşəm. Agandaf! Az hardasan, çıx çölə. Ölüm elə bir aman paşa! Nətər işdə bu? Bu nə səs-küy Gül xanım? Çölə çıxma. Çıxsan gülləliyəşəm. Agandaf! Az hardasan, çıx çölə görək. Ölüflər! Qıraşam. Agandaf! Qıraşam. Al paşa! Ay Gül xanım. Neredesiniz? Kət yerdə, abur hayalınız olsun. Ne ses güzelsiniz? Sen de hünerlə mənim uşağım qaçdımsan, Sen öl Kur'an'ın ataqqı bu dəqiqəsindən oxuyacam. Hani Agandaf? Adınızı da bilmirəm. Elə mi? Sizin kızınız mata gerek değil. Deyil, o da qaytar uşağımı. Tez elə. Tez ol. İndi qız qaçmaq zamanasıdır. Bəyəm, doktor çölə tökülüb, Sen öl baltalayacağım. Dədəni de öldüreceğim, seni de öldüreceğim. Al paşa. Hani o qız? Oy, kızım. Sen burada ne varsanız? Az çiçək, burada nə gəzsən? Seyfi dayı, Səməni xala, Mail beyji mənə qaçırdıb. Mən bu evin gəliniyəm. Agandaf anas. Ama ne ses duydu samsız orada? Gəldi çörək basan namərd. Mən elə sən axtarırdım. Gülləliyəşəm tərpənmə. Sen beni boşun. Az bir kulağa spirkalettilemişimdi. Seyfi. Adam bulasın. Yüzünün dostu yok, ne olursa. Elə dostluq olar, qurumsa. Salam. Aleyküm salam. Mənə Seyfi kişinin evi lazımdır. Kimsən az? Bəs sən kimsən? Mən Seyfinin dost doğma arvadı Səməniyəm. Bəs sən kimsən? Mən Bakıdan gələn Qumru xanım. Qumru!
deməli belə. Birinci yetimkəni göndərirsən, dalınca da özün gəlirsən, eləmi? Bax budur Seyfi, bax budur. İndi bunu it atsan it də yeməz. Götür bunu, göz safa. Səməni. Bacı. Bacı? Nə bacı? Hardan bu sənə bacı oldu? Nə bacı? Nə bacı? Bəs o bir yerdə təşkil elədiyiniz düttülü qədər necə olacaq, Səmən. Əşi bunlar cəhənnəmə. Bəs mənim qızım hanı? Hanı mənim uşağım? Gəndam! Ay Gəndam! Gəndam! Həqam da burada. Biz buradayıq. Anacan, bu da mənim elçilərim. İndi bu oğlan öz başçısına elçi göndərir. Yox. Ana, Fəqan mənim qardaşım deyil. Seyfi. Bu ne deyir Deyir Fəqan mənim qardaşım deyil. Düz deyir ay Səməni, düz deyir. Doğrudan da bu oğlan Qəndabın qardaşı deyil. Amma mən hiss eləmişdim ki, Fağan yad deyil bizə. Seyfi! Bu ne oyunda açırsınız mənim başıma? Bu ne oyunda getirirsiniz mənim başıma? Bəs mən burada partlamayım, nə var? Buyurun bu məclisə zəhmət çəkəm. Ay Ləhlə bacı! Ay sən Allah orada biraz diqqətli olun, cəmaətin yanında biabır olarım. Ömür, bayaqdan qeyd elədim, doğrudan ömürdən toydan şirin test ola bilməz. Nə dərsən? Bax o, gəl qarışıb et. Buradan görərsən. Bir daha xoşbəxtlik diləyək, həmişə bu eldə, bu obada, bu kənddə belə gözəl xeyir işlər olsun. Və sənətkarlarımız dəvət eləmişik, şəhərdən gəliblər. Elin sevimli sənətkarları xoş gəlib, səfa gətiriblər. Böyük məmnuniyyətlə söz sənətkarlarındır, buyursunlar. Mən aşıqam balam, buyur görüm. Hardasınız? Ay Yusuf qardaş, sağ qurban olum, sən Allah biraz diqqətli ol. Kababı yandırasan. Yalnız kələrdən biraz çox. Gülxanım var mı? Boyunu Günler o gün olsun ay dostlar. Günler o gün olsun ay dostlar. Kalan subaylarında toyunu görürüm. Aman ya aman. Kül kınalı serindir. Ay geden güzel hilal boynuna. Bilmek içinden ay geden güzel hilal boynuna. Seni bu eşke sana. Ay geden güzel hilal boynuna. Bir ana göz gelindi. Ay geden güzel hilal boynuna. Geden oğlan, geden oğlan, geden oğlan hilaldan boynuna. İçini gölden gelelim toyuna. Ay geden oğlan hilaldan boynuna. İçini gölden gelelim toyuna. Əbili. Ay Əbili. Əbili. Aç David. Sənə min kərə demişəm ki, mən slujbalıyam. Əbili yox, cənab kapitan. Aç toyda da. Sən indi cənab kapitan yox, cənab qaynatasan. Özün canım. Cənab qaynata, sənin bu formanı əlindən çıxartdığın vaxtlar olur. Açıda toyda, heç olmasa toyda. Düz 25 ildir mən polisə qulluq edirəm. Onun 2 ilini çıx. Dayan görmək, niyə 2 ilini çıxır? Çiçək doğulanda anası öldü. Allah rəhmət eləsin. Düz 2 il ona həm analıq demişim. Ata baxır. Dur vızgırt burada, sən nə işimə qarışırsan mənim? Əbili, sən 2 il yox, düz 27 il çiçək üçün həm ana olmusan, həm də ata. Özdə bugün kədərlənən gün deyil Əbili. Bunun sevinən gündür. Sevin Əbili, sevin. Elvandır elinde gelir hırnaz. Elvandır elinde gelir hırnaz. Bu toy nereye düşürse naz. Toy kızım ellere düşürse naz. Mübarek değil oğlan ağlasın. Gülxanım bacı. Az Gülxanım bacı.
Ne istiyorsun ay bacı? Bir xanım bacı, bir xanım bacı. Ay bacı ged orada cemaata köməklə nə düşmüsən mənim dalımcam. Hayat oynanır. Nə əcəb gəlin öz yanıma gətirmədin? Deyirəm bu 23 il nişlatını işləmək səni xəstələndirib ha bacı. Az. Bu köynə xəsiyyətlərini tərk etdi onu. Bir də ki bacı, zamana day o zamana deyil. Hə, indi cavanlar tək yaşamaq istəyirlər, tək qalmaq istəyirlər. Bir də ki yazıq balam, gecə gündüz o traktörla o qədər işləyib, zülm çəkib bu boydana imarət tikdir. Ömür köçüp giden iller karvanı, koydur o illerin en güzel anı. Müsaade yetirer iki zamanı, müsaadım. Biz dədə babadan görmüşük, qızı atası evindən ər evinə gətirərlər. Bizim gəlin qaynata evindən ər evinə gəlir imanım haqqı. Aya bu əziz gündə olmayan imanına azan dişkinə. Onu sanmayın oyun oyuncak. Evde söz olar, söhbət olar ancak. Gerek dil sussun, dinməsin ay bey. Çok mübarek, çok mübarek. Bir alkışlar gelsin. Allah hoşbakt eləsin. Onlar bir kəlmə də söz mən. Elpaşa kardeşimin göz aydın olsun. Qaqa, Çok mübarek. mən bir kəlmə. Ətə demək istəyirəm. Yumansın dedi. Əmrəzən dayı, adına düşürdə deyirdim ki, Allah Teala benim urcağıma bir kısmet çıkartmıştı. Onu kimlerse benim elimden aldılar. Yani nedir? Yeni başladı. Yok sözümün canı var. Diyelim ne yaşlı oldu şu. Kimlerse benim kısmetimi alıp apardılar. Yoksa ben hayatta ömür billah öz tayımı tapabilmezdim. Ben de bir söz demək istəyirəm. Kızım gəlinin səsi çıxmaz. Ayıbdır. Niye danışmır? Koy danışsın. Düz deyir. Bizim evdə elə 30 ildir bu danışır. Mən bir şey dərk elədim ki, bu həyatda əlvəcədən düşünülmüş, planlaşdırılmış xoşbəxtlik olmur. Fəğan qardaş, zorla sevib sevilmək mümkün deyil. Ne yaxşı ki bu həyatda hər kəsin öz tayı, öz payı var. Talih yollarınız Tanrı'ya giden yola kadar birbirine hemdem olsun, yar olsun. Seven yüreklerinizi yaşadan ülhü müqəddəs duygular, beyazlaşan saçlarınıza kadar sizinle olsun. Xoşbəxt olun. Sevenlerin gözüyle bu dünyaya bakanda qaranı ağ görürsen, zəhəri bal bilirsen. Sevinci hüdudsuz olan seven yürekler görüşür bugün. Bir vaxtlar küsen, inciyen, seven, gülen yürekler bugün həsrətin, hicranın karşısında öz təntənəsini bayram edir. Sevginizin miskilleri ram eden yeni visalı mübarek. Su bayrağının daşını, sevgi dünya yaratsın, tabir eksin aşını. Bütün cavanlar atsın su bayrağının daşını, sevgi dünya yaratsın, tabir eksin aşını. Aktarır bu dünyada her yüz aşkını. Məhəbbətle seylədik həsrətin göz yaşını. Saadeti gözleyin ömrüler bir anında. Gelin dostlar görüşek subayların toyunda. Saadeti gözleyin ömrüler bir anında. Gelin dostlar görüşek subayların toyunda.
Subayların toyunda, subayların toyunda. Subayların toyunda, subayların toyunda. Subayların toyunda. Gelin tez tez görüşe subayların toyunda. Subayların toyunda. Gelin tez tez görüşe subayların toyunda. Birbirine karışsın, sevenlerin bəxtini ulduzlar barışsın. Kız evi oğlan evi birbirine karışsın, sevenlerin bəxtini ulduzlar barışsın. Axtarır bu dünyada her göz aşığını. Məhəbbətlə silərin həsrətin göz yaşını. Gözleyin ömrüler bir anda. Gelin dostlar görüşek subayların toyunda. Saadeti gözleyin ömrüler bir anda. Gelin dostlar görüşek subayların toyunda. Subayların toyunda, subayların toyunda. Subayların toyunda, subayların toyunda. Subayların toyunda. Gelin tez tez görüşek subayların toyunda. Subayların toyunda. Gelin tez tez görüşek subayların toyunda.